Bilirsiniz, Bilal ibn Rabah İslamdan əvvəl kölə olur və zənci. Bu nə deməkdir? Bu o deməkdir ki, Məkkədə heç kəs ona dəyər vermir. Elə ki, İslamı qəbul edir. Ona dəyər verən kimdir? Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurur ki, sahabələrinə kim o kölələri azad edə bilər? Əbu Bakır radiyallahu anh gedir bir dəfiyə 7 köləni azad edir. Onlardan da biri Bilal ibn Rabah radiyallahu anh. 21 ildən sonra Məkkənin fəthi günü Peyğəmbər sallallahu aleyhi və səlləm Bilal radiyallahu anh deyir ki, qalx Kəbənin üstünə. Vaxtı ikən kölə saydıqları zənci birisini yuxarıdan aşağı baxdıqları bir adam Məkkə müşriklərinin gözü qarşısında Kəbənin üstünə çıxır azan verməyə. Bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm hər hansı bir işə bir adamı təyin eləyəndə o deməkdir ki, o ona dəyər verir və o ona yaxın olan adamlardan biridir. Onun sevdiyi adamlardan biridir. Ona görə. Və hamı da buna qibtə edirdi. Azan verməyə ona həvalə edir. Azan verənlərin günahları bağışlanır. Azan verənlə bərabər həmin o cemaat namazında nə qədər o namaz qılanlar savab qazanırsa, azan verən o qədər savab qazanır. Hər azana 60, hər iqamaya 30 savab qazanır. Azanın səsi getdiyi hər yerdə nə qədər canlı cansız varsa qiyamət günü onun azan verdiyini şahidlik edəcək. Üstünlüklər budur. Və Bilal radiyallahu anh azan verməyə başlayanda Məkkə müşrikləri hamısı belə həsədlə ona baxır. Birdən Əbu Sufyan yanında da Abbas durub. İkisi də hələ müşrikdir. Hələ İslamı qəbul eləməyib. Məkkənin fəthi günü qəbul eləyirlər. Əbu Sufyan Abbasın yanında deyir ki, mən artıq İslamı qəbul eləməyə qərar verdim. Abbas deyir ki, niyə birdən-birə bu qərara gəldin? Nə oldu ki? Deyir, mən gördüm ki, kölə və zənci, dəyərsiz saydığımız birisinə İslam dini bu qədər dəyər verir. Demək, İslamda varlı, kasıb, qara dərili, ağ dərili fərqi yoxdur. Təqva ilə seçilir insanlar. Nə qədər ixlaslı olsan, Allahdan qorxsan, Allah üçün yaşasan, o qədər Allah yanında hörmətli olacaqsan. Sonra Əbu Sufyan davam edir, deyir ki, mənim yadımdadır. Biz bu adamı dinindən döndərmək üçün hər gün çıxardırdıq səhraya, ona əzab verirdik dinindən döndərmək üçün. O isə ancaq bir dənə sözü təkrar edirdi. Əhədun əhəd. Allah təkdir, təkdir. Heç bir əzab əziyyətə dinini dəyişmir. Və bu ixlasın nəticəsinə baxın. İndiyə qədər yəni elə bir müəzzin yoxdur ki, bilməsin ki, ilk müəzzin Bilal olub, radiyallahu anh. İndiyə qədər onu yad edib, radiyallahu anh deyirlər. Və bu səhabə biləsiniz, cənnətlə müjdələnmiş sahabələrdəndir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, ey Bilal, cənnətdə sənin ayaq səslərini eşitdim. Daha doğrusu, ayaq səsləri eşitdim. Soruşdum, bu kimin ayaq səsləri? Dedilər, Bilalın. Sən neynirsən ki, ixlasla, Allah üçün. Allah bunun əvəzinə sənə cənnəti bəxş edir. Dedi, ya Rasulullah, heç nə, mən hər dəfə dəstəmaz alandan sonra 2 rükət namaz qılaram. Bu ancaq ona xasdır. Yəni biləsiniz, bu sünnə deyil. Sünnə kimi bunu qəbul eləməyin. Qılmaq istəsəz qıla bilərsiniz.